Evet, təşəkkürümüzü bildiririk və davam edirik. Azərbaycanla Çin arasında kəmər və yol təşəbbüsünün birgə təşviqi üzrə əməkdaşlıq planı təsdiqlənib. Bundan bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Və məhz bugün Çinin şərqində yerləşən Şəşanq əyalətinin Şinhua şəhərində Türkmənbaşı limanına ilk yük qatarı yola düşüb. Bu hadisələr Orta Dəhlizin qlobal miqyasda nə dərəcədə önəmli olduğunu bir daha sübut edir. Kəmər və yol təşəbbüsü qitələri birləşdirən təkcə fiziki yollar deyil, həm də iqtisadi əməkdaşlıq və qarşılıqlı inkişafın simvoludur. Bu layihə ilə ticarət marşrutları genişlənir, regionlar arası əlaqələr güclənir və inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yaranır. Layihə həmçinin infrastruktur, enerji və rəqəmsal sahələrdə strateji tərəfdaşlıqları stimullaşdırır. Bütün bu proseslərə start isə burada, Çində verilir. Yolumuz Mərkəzi Asiyayadır. Daha dəqiq desək, Qazaxstana. Bu ölkə kəmər və yol təşəbbüsündə Orta Asiyanın əsas logistika mərkəzlərindən biridir. Təkcə 2024-cü ildə Qazaxstan və Çin arasında yük daşımalarının həcmi 29,3 milyon ton təşkil edib. Qazaxstan 2023-cü ildə nəqliyyat və logistika infrastrukturuna 3 milyard dollardan çox sərmayə yatırıb ki, bu da regionlararası ticarətin genişlənməsinə töhfə verir. Bu çərçivədə Qazaxstan Asiya ilə Avropa arasında yeni İpək yolunun əsas qovşaqlarından birinə çevrilir. Amma bu siyahıda o tək deyil. Türkmənistanın mənzərəsi bizi səhranın ortasında üfüqə qədər uzanan dəmir yollar, yük dolu qatarlarla qarşılayır. Ölkənin Türkmənbaşı limanı bir ilkə imza atıb. Çinin şərqində yerləşən Şəşanq əyalətinin Şinhua şəhərindən Türkmənbaşı limanına ilk yük qatarı yola düşüb. Qatar 100 standart konteynerlər yüklənib. Yükə geyim, aksesuarlar, metal ehtiyat hissələri və digər məhsullar daxildir. Qatar Türkmənbaşı limanına çatdıqdan sonra konteynerlər Xəzər dənizinin Aypara sahilinə çatdırılacaq. Keçən ilin statistikası 4,5 milyon ton yük daşınıb, 56 min konteyner daşınıb. Bu da 62% öncəki ildən daha çoxdur. Düşünürəm ki, bu il bu artım daha çox olacaq. Bakı-Türkmənbaşı arasında olan məsafə Xəzərdə ən qısa keçiddir. Və bu baxımdan bu yeni bir səhifə açır biz üçün və Azərbaycanın strateji önəmini biraz daha qabardır. Azərbaycan bu önəmi dərk eləyir, riskləri dəyərləndirir və şaxələndirmə yönündə qərar verib. İşğaldan azad olmuş ərazilərdə Horadiz Ağbənd dəmir yolu tikir, Zəngəzur dəhlizi istiqamətində işlər görür. Həmçində bunun dublyoru olaraq Araz dəhlizi istiqamətində də işlər aktiv olaraq görülməkdədir. Kəmər və yol sadəcə infrastruktur layihəsi deyil, yeni bir geosiyasi baxışın ifadəsidir. Bu təşəbbüs ticarət yolları ilə birlikdə etimad körpüləri də qurur və regionları bir-birinə daha sıx bağlayır. Dünyanı birləşdirən bu yol gələcəyin qurulacağı əsas xəttə çevrilir. Orxan Qayıbov, Afaq Cəfərova, ASTV Xəbər.